Abbasın islahatları. Abbas hakimiyyətə gələn kimi siyasi vəziyyət çox pis vəziyyətdədir. Xəzinə boşalmışdı. Qızılbaş əyanları arasında düşmənçilik var idi. Bir-birlərini boğmaq səviyyəsindədir onsuz da. Yəni boğurdular da zaten, öldürürdülər. Və həmçinin də dövlətin xəzinəsinə bərabər əraziləri işğal altındadır. Abbas hansı sadi islahatlar keçirəcəkdir? Ordu islahatı içərisinə Abbası bundan sonra qatırsınız. İdarəetmədə islahat keçirir. Bir də vergi və ticarət islahatlar keçirəcəkdir. Gəldi birinci idarəetməyə. Burada da hər zaman uşaqlar qarışdırır. Bunu qarışdırma uşaqlar. İdarəetmə islahatında qızılbaş əyanlarını nüfuzdan salmaq, onları mərkəzə kimi tabe eləmək və əl-qolunu yığmaq üçün iki tədbir görəcəkdir. Bir, tayfa başçılığında irsili ləğv eləyir. İrsili ləğv eləyir. İki isə qızılbaşları tək başına silah gəzdirməsini ləğv eləyir. Yəni müharibə olmadığı müddətcə qızılbaşlar tək başına silah gəzdirə bilməzlər. Və müharibə şəraitində deyilsəsə qızılbaşlar silahsız gəzməlidir. İstər şahın hüzuruna, istər istənilən vəziyyətdə. Tayfa başının irsilik prinsipi nədir? Məzən tayfa başçılarının rəhbərləri, yəni onun oğlanları öz başınalıqlarını eləyirlər. Onsuz da düşünürlər ki, onsuz da məndən sonra, yəni atamdan sonra vəzifəyə mən gələcəm. Buna görə də bu öz başına istədiyim kimi eləyə bilərəm. Amma Abbas bunu ləğv edir. Bacaracaqlı insanlara tayfa başçısı kimi təyin edir. Məsələn, ustazlı tayfasına ancaq bacaracaq kimdirsə, onun tərəfindən, ustazlar tərəfindən biri rəhbər seçilməlidir. Amma bacaracaqlı insanlar olacaq. Buna görə də iki məqsədin ikisi də Səfəvidə qızılbaş əyanların əl-qolunu yığmaq idi. Və demək ki, bir çox vəzifələrdən birinə belə deyək, onları məhrum edəcək. Ordu islahatı. Bu da çaşdırıcı məqamdır. Uşaqlar, Səfəvilərin süvari ordusu olub. Birdən sual düşəndə ki, ordu islahatı uşaqlar deyir ki, və ya da testdə yazdılar ki, süvari ordu yaradıldı. Və yaxşı, süvari ordu yaradılırsa, bunlar çaldıran da, çıldırdan, niyazıbada kimlə toxuşurdular? Yəni, adam lazım. Ona görə də süvari var idi. Süvari ordu ilə bərabər piyada qoşun növü yaradıldı və ya daimi ordu yaradılacaqdı. Süvari ordu əvvəlki kimi qızılbaşlardan yığılacaqdı. Amma burada Məlikşah kimi tayfa müxtəlifliyi prinsipi tətbiq elədilər. Yadınızda qalsın. Tayfa müxtəlif prinsipini tətbiq edir, süvari orduda. Məlikşahla oxşar cəhd verir. Amma ordu islahatını artıq hamısını bilirsiniz də, yəni onları təzdən sayaq. Piyada qoşun növü 3 hissəyə bölünür. Topçu, tüfəngçi və qulamlar. Mərkəzi hakimiyyətə sadiq insanlar olacaqdılar. Yəni, misal üçün deyək ki, qızılbaş əyanları içərisində hansısa bir tayfa orada xidmət eləmirsə, mərkəzi hakimiyyətdən qaçma siyasət edirsə, artıq bizim üçün problem yoxdur. Bizim öz ordumuz var. Düşmən hücum edəndə bu ordu ilə gedirik. Başa düşdünüz, daimi qoşunlar deyirik. Topçular, bildiyiniz, normal qala mühasirələrində istifadə olunur, səhra döyüşlərində və açıq döyüşlərdə istifadə olunur. Tüfəngçilər kəndlilərdən yığılırdı. Kəndli orduya cəlb. Qulamlar isə Qafqazda yaşayan qeyri-müsəlmanlardan yığılırdı. Xristiyan uşaqlardan yığılır, məktəblərdə yetişdirilir, xüsusi məktəblərdə onlar İslamlaşdırılır. Bəli, Osmanlıdakı Yeniçəri qoşun növündən oxşar cəhət götürüləcək və şahın əsas zərbə qüvvəsi hesab olunacaq. Bu öz yerində olacaq. Ordu islahatı buyur. İnzibati islahata baxdığımızda İnzibati islahata görə 1593-cü ildə mərkəzi Ərdəbil olan və İstanbul sülhünə görə bizə qalan ərazilərdə Azərbaycan bələdiyyə yaradılır. Bu bələdiyyanın rəhbəri isə Zülfüqar bəy Qaramanlı olacaqdır. İkincisi isə 1598-ci ildə isə paytaxtı İsfahana köçürəcəkdir. Qəzvin əhalisi bundan narazı qaldığı üçün İsfahanda Abbasabad qalasını salacaqdır. İndi qulaq asın. Paytaxtın İsfahana köçürülməsi plus bir də orduda tayfa müxtəlif prinsipini tətbiq eləməsi iki xüsusiyyət Məlikşahla oxşar cəhət verir. İki dənə xüsusiyyəti. Paytaxtın İsfahan, bir də orada tayfa müxtəlif prinsip tətbiq eləməsi. Sonra vergi ticarət islahatı da nizama salacaq, ticarət yolları nizama salır və ticarəti aparacaq. Bu dövrdə Azərbaycanda bilirsiniz də Osmanlı işğalı altındaydı və Osmanlılar Azərbaycanda paşalıq sancaqlar qurmuşdu. Azərbaycan ərazisində Osmanlıya qarşı ədəbiyyatdan da keçmişsiniz, o Cəlalilər hərəkatı var ya, Koroğlu falan. Cəlalilər üsyanı baş verirdi.
Cəlalilər üsyanı. Cəlalilər üsyanının ən güclü üsyanı 1591-ci ildə Təbrizdə Osmanlıya qarşı baş vermişdir. Sonrakı proseslərdə Azərbaycanı azad edən Şah 1-ci Abbas Cəlali hərəkatını Osmanlıya qarşı zərbə qüvvəsi kimi də istifadə edəcəkdir. Abbasın islahatları nəticəsində mərkəzi hakimiyyət gücləndi, ordu gücləndi və Səfəvilərin əvvəlki qüdrəti tam şəkildə bərpa ediləcəkdir. Bu da sizin Abbasın islahatı.